Dədəbalası Lənkəran şəhərinin mərkəzində Hacı Nasir küçəsində. Hacı Nasir küçəsi deyəcəyəm, bilməyəcəksiniz. Belə doğru dildə izah edeyim sizə. Ağ Çiçəyin mağazasının yanından dönürsünüz, gəlirsiniz Gilan binalarına tərəf. Şəhər uşaqları buranı yaxşı tanıyır. Bax, bu evi satırıq. Bu evi bilənlər bilir, şəhərin mərkəzidir. Burada ev sahibinin telefon nömrəsi də var. Amma yəni sizi inandırım ki, bu nömrəyə zəng eləməyinizin bir mənası yoxdur. Çünki dədəbalası ki bir işə qol qoydu, o iş artıq onun idi, dədəbalası. Gəlin baxaq görək nədən ibarətdir bu əmlak. Deməli, ümumi 3 sot torpağı var. Ümumi 3 sot torpaqdır. Bax, bu ev başqasının evidir, onun yolu o biri tərəfdəndir. Heç alan adam buradan bir dənə hasar çəkəcək. Evi görürsünüz. Ümumi sahəsi 400 kvadrat metrdən ibarət olan bir evdir. Bura qazanxanadır. Həyətdə bir dənə belə bir qazanxana var. Köynə sistemləndir. Alan istəyər dəyişər, kombi sistemi qoşar. Həyətdə belə gözəl ağaclar var. Həyət başdan başa tam etlənib, görürsünüz. Bu hissə tam etdi, bu hissə metlaq vurulub. Amma indi bunları sizə göstərməyimin bir mənası yoxdur. Niyə? Çünki mən düşünürəm ki, bunu alan adam burada yenə də çörək qazanmaq istəyəcək. Məhəllə biznes məkanında axı kim alır altın mağaza eləyir, nə bilim, burada bilirsiniz də indi yeni binalar da tikilib. Ən bahalı ərazilərdən biridir. Burada torpağın sotu 60.000 manatdan ucuz tapa bilməzsiniz. Bu evin hündürlüyü də 4 metrdən hündürdür. 4 metrdən hündürdür. Standartlara cavab verir. Yəni bunu alıb elə bu hissə var, bu ərazi var, burada 100 kvadratdan çoxdur. 100 kvadratdan çox ərazi elə evin altını birbaşa obyekt eləyə bilərsiniz. Evi sökməyə ehtiyac qalmır, ev də qalır yerində. Klassik bir evdir. Vaxtının, zamanının ən bahalı təmirlərindən birinə sahibdir. Gəlin gedək baxaq. Gəlin. Bax belə. Bura evin birinci mərtəbəsidir. Bura evin birinci mərtəbəsi. İndi burada biraz işıqlanma zəifdir. Təbii ki, alan adam işıqlanmanı burada qaydasına qoyacaq. Birinci mərtəbədə belə bir mətbəx var. Və belə qoz ağacından yığılmış pilləkan var. Yuxarı qalxmağa. Bura sanitar qovşağıdır. Burada sanitar qovşağı. Bura ayaq yoludur, ədəbxana. Burada hamamdır. Görürsünüz. Qardaşım, elə bax buranı deyirdim sənə ya. Yəni bax bu ayaq yolunu buradan ləğv eləyirsən, buradan evə bir dənə yol açırsan, bu ərazidə oldu sənin mağazava giriş, buradan da sənin evə giriş. Gəlin də çıxaq yuxarı görək evdə nə var mı yox. Gəlin.